qaldırıb əllərini səmaya, yönəlib Rəbbinə. Halbuki Allah Teala qulun əllərini geri qaytarmağa utanır, boş qaytarmağa utanır bəndəsinin əlini və yalvarır, təkrarlayır, Ya Rab, Ya Rab, rübubiyyəti ilə Rəbbinə yönəlib. Və işarədir ki, insan belə yalvarsa duası qəbul olar. Lakin qəbul deyil duası. Duaların qəbul olma 4 səbəbi cəm olsa da onun üçün. Niyə? Çünki bir haram məğlub edib hamısını. Yeməyi haram, içməyi haram, geyimi haram, haramla bəslənib. Və deyiblər ki, alimlər, yeməyi haramdan sonra haramla bəslənib, əbəs yerə deyilməyib. O deməkdir ki, uşaqlığından haramla bəslənib. Sonra böyüyüb özü də haram yiyir. Sonra duasının qəbul olmasını istəyir. Lakin necə qəbul olunsun? Cəsədini Allahın qəzəbi ilə qidalandırır. Yediyi haramla qidalandırır. Ona görə ey övladları üçün Allahın razı qalmadığını qida olaraq evinə gətirən, sonra deyirsən ki, istəyirəm övladlarım salih olsun. Ey evini haram malla tikən, ləkəliyən, sonra təəccüblənirsən, niyə davadalaş, ədavət çoxdur evdə? Ey rahatlığını, bir saatlıq rahatlığını hasili ilə əldə edən, sonra qorxursan ki, gələcəyin yaxşı olmayacaq. Ona görə bil ki, sən əslində malı dağıtmırsan, əslində qəlbi dağıdırsan. Nuru söndürürsən, ailən üçün, özün üçün, evin üçün görünməyən qapılar açırsan. Lakin kifayətdir ki, baxasan şəriətin qoyduğu tərəziyə, müamilədə necə rəftar etmək üçün qoyduğu meyara, vaylul lil mutaffifin, vay olsun ölçüdə çəkidə aldananlara, və la təbxəsun nəsə əşyəəhum, insanların haqlarını əskitməyin. Peyğəmbər sallallahu aleyhi və səlləm bir kəlmə zikr edib, hansı ki az gözlüyün, hiləgərliyin, tamahın, dələduzluğun belini sındıran, mən qaşşənə fəleysə minnə, kim bizi aldadarsa bizdən deyil, yəni yolumuzda deyil, əxlaqımızda deyil, səmtimizdə, hidayətimizdə deyil. Və deyib ki, əl-hələlu beyin, vəl-haramu beyin. Halal açıq aydındır, haram da açıq aydındır. Və onlar arasında şübhəli olan var. Kim şübhələrdən çəkinərsə, dinini, namusunu qorumuş olar, yəni şərəfini qorumuş olar. Əgər mömin şübhədən qaçmalıdırsa, gör haramı özünə məskən edən, özünü aldadıb onu zərrət aldadıran necə qaçmalıdır? Ona görə Allahın qulu, aldanma. Bil ki, ola bilər ki, gündüzlər güləsən, sevinəsən, lakin qəlb harama bulaşıbsa, haram ləkəliyibsə onu,